Prezident İlham Əliyev mayın 28-də Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş mədəniyyət mərkəzinin açılışında iştirak edib. Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi. Qeyd edək ki, Xankəndi şəhərində yerləşən mədəniyyət mərkəzinin binası 20-ci əsrin 60-70-ci illərində tikilib. Uzun müddətli istismar nəticəsində binanın yükdaşıyan konstruksiyalarında aşınmalar, deformasiyalar və müxtəlif zədələnmələr yaranmışdı. Aparılmış əsaslı yenidən qurma işləri nəticəsində mədəniyyət mərkəzində müxtəlif mədəni kütləvi tədbirlərin təşkili, kino və səhnə fəaliyyəti, yaradıcılıq, təlim, məşğələ, inzibati idarə etmə, turizm yönümlü xidmətlərin həyata keçirilməsi üçün zəruri şərait yaradılıb. 3 mərtəbəli binada akt və kino zalları, müxtəlif sahələrə aid dərnəklərin yerləşdiyi çoxfunksiyalı zona, qrim otaqları, bufet, kassa və suvenir mağazası var. Mərkəzin 348 yerli zalında konsert, tamaşa, film nümayişi, təqdimat, rəsmi görüş və digər mədəni kütləvi tədbirlərin keçirilməsi mümkün olacaq. Yenidən qurma işlərindən sonra bu mərkəz əhalisi artan, o cümlədən tələbələrlə dolu Xankəndinin mədəni mühitinin canlandırılmasında mühüm rol oynayacaq. Kütləvi tədbirlərin keçirilməsində əsas məkanlardan biri olacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə digər sahələrlə yanaşı, mədəni abidələrimizin bərpasına da xüsusi diqqət yetirilir. Bu, ilk növbədə zəngin mədəni irsimizin qorunmasına Azərbaycan dövlətinin böyük əhəmiyyət verdiyini göstərir. Eyni zamanda bu cür layihələrin icrası ümumilikdə işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa quruculuq işlərinin həcmini nümayiş etdirir.